İndi isə daha dəhşətli bir şey deyəcəyəm. Amma Ermənistan məsələsindən sonra. Zaten Ermənistan da dəhşətli məsələdir. Bilirsiniz ki, Ermənistanda seçim kampanyası başladıldı. Vay be! Olmaz olsun bu seçim. Bilirsiniz ki, İlham Əliyev Paşinyan seçilsin diye, Trump'ın hoşuna gelsin diye İlham Əliyev Ermənistana hər cürə dəstək verdi. Hər cürə dəstək verir. Görün İlham Əliyev nətəri sürtük, nətəri sümsüktürsə, Gürcüstanda prezident seçimlerine de təsir eləyir, Ermənistanda prezident seçimlerine de təsir eləməyə çalışır. Neyle? Xalqın pulunla. Xalqın pulunla. Paşinyan açıq-açığına deyir ki, Paşinyan deyir ki, mən seçilməsəm en geci payızda savaş başlayacaq sentyabrda. Dünənləri gördük, Kaçaryan birbaşa namizət Kaçaryandır. Kaçaryan da çıxış eləyir, deyir ki, mən Sarkisyanla işləməyə hazıram. Mən deyir, baş nazir olsam Kaçaryan prezident olacaq. Kaçaryan deyir, mən baş nazir olsam Sarkisyan prezident olacaq. Mən onunla işləməm. Muhalifət Ermənistanda birləşibdir. Və bir manevr oldu. Paşinyan bir manevr elədi. Diqqətlə qulaq asın. Burada incə məqamlar var, sizə çatdırım. Birbaşa bizə, xalqımıza təsir eləyən məqamlardır. Bunu mən sizə deməliyəm. Gördünüz ki, dünən yox sırağa gün Kaçaryan Paşinyana eşşək dedi, eşşək. Dedi, eşşək anqıranda da dedi, paylaş dedi, hamı ona baxacaq eşşəyin anqırmağına. Ona baxış toplayacaq dedi. Bu hamısı baxış toplamaq üçündür Paşinyan. Baxış toplamaq üçün şov qurur deyir. Və Paşinyan da dünənləri çıxdı, bir sutka sonra ona cavab verdi. Eşşək özünsən deyir. Özün deyir eşşək kimi anqır. Artıq birazdan bir-birinin arvadını, qızını söyməsələr təəccüblənəcəm. Söysələr şaşırmaram. Dəyərli həmvətənlərim, qırğın gedir və Kaçaryanın mitinqlərinə baxdınız. Şərəfsizlər arxalarına arçaq yazmışdılar. Arçaq bayraqlarınla nələr, daha nələr. Bilirsiniz də, dəyərli həmvətənlərim, Ermənistan müxalifəti birləşibdir. Qarabağdan köçənlər onların yanındadılar. Rus meylilər, Rusdan qidalananlar, Qarabağ erməniləri və birləşmiş müxalifət qüvvələri hamısı Paşinyana qarşıdır. Plus ən dəhşətlisi onların keşişləri. Nədir o keşişin adı? Qaragin keşişləri də, keşişin birisi ətrafını hamısını həbs eləyib Paşinyan. Paşinyan həbs eləyibdir və keşişi də cinayətçi qaldırıblar, keşişin də başına min oyun açırlar. Ermənistan müxalifəti birləşdi, Ermənistanın Rusiya meyilli gücləri birləşdi, Qarabağ erməniləri birləşdi, bu Qaragin keşişlər birləşdi, hamısı yumruq kimi birləşdi Paşinyana qarşı. Paşinyanın vəziyyəti doğrudan da ağırdı. Dəyərli həmvətənlərim, Paşinyanın vəziyyəti ağırdır. Paşinyan seçilməmə ehtimalı çox böyükdür. Və Paşinyan bunu nəzərə alaraq Paşinyan arvadından ayrıldı, boşandı. Desəm yalan olar. Onlar molla kəbinindən, onlar da molla başqa cürədə. Deyək, keşiş, kilsə necə də kəbinindən, bizim dildən desək molla kəbinindən onlar evli idilər. 4 uşaqları var. İndiyə kimi. Niyə? Nə üçün? Dəyərli həmvətənlərim, burada incə məqamlar var, incə məqamlara toxunaq. Gəlin. Paşinyan arvadınla niyə evlənməmişdi? Paşinyan Qərbin bir projesi idi. Paşinyan Qərbin bir projesi idi. Soros deyin, deyim hə. Başqası deyin, ona da deyərəm hə. O arvadınla evlənmədi. Paşinyan siyasi muhacir oldu. Hətta dəlixanalardan keçdi. Psixiatriyalarda qeydiyyatda oldu, deport eləməsindən, nə eləməsindən. Dəyərli həmvətənlərim, Paşinyan indi Paşinyanın vəziyyəti ağırdır. Avropa qərb ölkələri Paşinyana dəstək vermək üçün qərb ölkələri neynədilər? Vizaları qaldırdılar. Avropa nə var Avropada? Acda nə var? Ciyədə nə versin?
Acda nə var, ciyədə nə versin? Ha, Avropa bizə sərf eləyirdi, bizə, vizaları qaldırsın bizə. Biz də Avropaya sərf eləyirdik. Amma İlham Əliyevin tasması bəlkə də kimlərin əlində də onu siz məndən yaxşı bilirsiniz. Yəni Avropa bizə sərf eləyirdi, xalq acıydı. Acıydı, xalq Avropadan qidalanmaq, işləmək, pul qazanıb yetimlərinə göndərmək. Ha, ermənilər kayıfdadır, kayıfda. Rusiyada bir dənə quruş erməni görmüsünüzmü? Rusiyada bir dənə hambal erməni görmüsünüzmü? Türmədə belə ən az yatan millət ermənidir. Ən çox yatan Azərbaycanlı. Ay qardaş, türmədə belə. Türkiyəyə baxın. Avropaya bir dənə hayız, hamı çəkir bir-birini qabağa çəkməyə çalışır. Bizimkilər də hamısı bir-birinin başından basır, məhv eləməyə çalışır. Değerli vətənlərim, uzun sözün qısası, Avropa Ermənistana nə verdi? Nə verə bildi? Hə, bir 11 milyon, nə qədər milyon, nə, o devlətin, necə deyirlər, hansısa bir şirkət, hansısa bir fabrik, zavod yaratmaq üçündür. Nə üçünsədir. Durub onu paylamırlar, Avropa pul verdi, davaya ermənilər, Allah sizə paylayıram. O xalq üçün fabrik, zavod tikilir. Nələrsə tikilir. Yaşıl enerji sahəsinə yatırılır. Amma bir adama paylanmır. Söhbət nədən gedir və Trump niyə seçildi, Kamala Harris seçilmədi? Amerika xalqı qarnını düşündü. İndiki zaman çətin zamandır. Çox xalqların hamısı olmasa da bir hissəsi qarnını düşünür. Qarnını düşünür. Değerli vətənlər, değerli soydaşlar. İndi isə vəziyyət kifayət qədər çətindir. İlham Əliyev üçün, Paşinyan üçün. Hani Trump'ın yanında İlham görüşürdü ha. Kanka kimi görüşürdü ha. İlham Əliyev Trump'dan. Hele qabağın stolu da təmizləməmişdi ha Trump. Paşinyanın stoluna qədər çəkirdi, İlham adam yerine koymurdu ha Trump. Ama İlham yine yaltaqlanırdı ha. Bütün nəvələrinə qədər götürüp gedirdi ha. Putin orada sattı ha İlham Əliyev. Putin'i sattı ha. İran'ı da sattı. İran'ın da Rusya'nın da maraqlarını sattı ha. Zəngəzur oldu Trump yolu ha. Neler ha. Ne olardı? İran'a da çörək verərdiniz də. Zəngəzurdan keçən dəhliz, Zəngəzurdan yox. Hani siz düşmən idinizsə İran'dan keçərdi. Ne olasın? Ya bir hissəsi belə deyək şey tərəfdən gedərdi də. Laçın tərəfdən gedərdi Kəmər. Girərdi erməni tərəfə. Erməninin içindən girərdi İran'a. İran'dan da girərdi Türkiye'də. Orada çörək verərdiniz. İran'ın neft qazını da əlavə eləyərdiniz də orada. Ha, ne olardı? Olsa bir yaxşı və siz dünyanı idarə eləyən böyük güclər idisə, böyük güclərinin şeyinin qılıydısa bizim bu müzəffər və onu deliyərdiniz də. Hani İran dağılacaq axı deyirsiniz. Təbrizimiz, Cənubi Azərbaycanımız olur. Bu Cənubi Azərbaycan da dolanardı da o kəmərin qulağından. Hayır, siz Cənubi Azərbaycan fikirləşənsinizmi? Hayır, siz... Neyse, her neyse uzatmayaq sözü, çok uzatmayaq. Değerli vətənlər. Paşinyanın seçilme ihtimalı azdı. Rusya bu günü gözlüyordu. Rusya'nın havası, Putin'in havası indiki havalardı. Bakın ben yanıram, neye yanıram? 9.000'den çok şehit verdik, 9.700'den çok şehit verdik. Adını koydular 3.000 şehitdi. Elə 3.000 şehit dedikləri vaxtı 1200 itkin düşən var idi, 1000 nə qədər də əsir var idi. Əsirlərin də çoxu ölmüşlər idi. Ona şəhid deyirsiniz, İlham Əliyevin şəhidləri. Yəni şəhidin qanı tökülən torpaq xalqın olmalıdır. Şəhidin qanı tökülən torpaq, qazinin qanı tökülən torpaq İlhamındırsa, ora cemaat, xalq viza ilə gedirsə portaldan, demək ki, qardaş, onlar şəhid deyil. Haçan gəlib biz o torpaqları xalqa verəcəyiksə, onda onlar şəhid qazi olacaq. Hər neysə, değerli vətənlərim, değerli soda, yanıram, ona yanıram ki, isinmədiyi istisinə, kör olduq tüstüsünə. İndi də Kaçaryanlar, Sarkisyanlar gələcəklər, Rusiyanın bayrağının altından keçəcəklər. İlham Əliyev də zaten Rusiyanın qəzəbinə tuş gəlibdi, dərin devlətin qəzəbinə tuş gəlibdi. Putin elə belə ortada olan kukladır və indən sonra böyük bir savaşın astanasındayıq bu tərəfdən, hələ bu tərəfdən. Açıqca deyirlər, Paşinyan gedən kimi Qarabağ savaşını başladacaqlar. Açıqca deyirlər, Qarabağ savaşını başladacaqlar
Bunu dindarlar da dəstək verəcək, müxalifət partiyada nə bilim, nə də Rusiyada müəyyən də dəhşətli də silah alıblar Hindistandan, Fransadan dəhşətli silah alıblar Rusiyadan. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, savaş başlayacaq. Yaxşı, bu ermənilər kapitulyasiya eləmişdi. Mənim bildiyim qədər kapitulyasiya edən ölkə 5 il özünə gələ bilmir. Mənim fikrimcə kapitulyasiya edən ölkə təzminat ödəyir udan ölkəyə. Mənim bu boyda 9700 nəfər can vermişik. 10 minlərlə adam yarımcan etmişik. Onun üçün mü bunu etmişik? Bir Paşinyanın hakimiyyətdə olmağına ipoteka olur bizim ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü. Bir Paşinyanın hakimiyyətdə qalmasına mı ipoteka elədi İlham Əliyev? Ha? Dəyərli həmvətənlərim, hani Tovuzun axırıncı, deyiz Qarabağanlı, Tovuzun axırıncı strateji yüksəkliyi ermənidə, Əlbəyli, Ağdam arasında Qaraqaya ilə Çənlibel. Birdən oradan bir batalyon gəlsə, Gəncə də boşalacaq, Gəncə. Mən bunu izah eləmişəm sizə. Qazağın kətləri hələ ermənidə hansı Gürcüyə yol gedir. Hani? Naxçıvanın kəndi ermənidə. Ərazinin heç biri ərazimiz delimitasiya olunmadı, heç bir ərazimiz razılaşdırılmadı, heç bir yerə qol çəkilmədi, nə sülh, nə mülh, heç nəyə. Bunun üçün mü biz 9000-dən çox şəhid verdik? Ha? Nətər olur, Cəlilabadın şəhidlərinin sayı Bakıdan çoxdur. Bakıda şəhidləri gizlətmək olur, ha? Tovuzun şəhidlərini gizlətmək olar. Hamı bilir, komissarlıqda işləyənlər kimdir? Hamı yayır da, xəbər yayır ki, komissarlıqda işləyən hamısı xalqın balaları, hərbi hissədə olan xalqın balaları. Deyirlər ki, Tovuzun məsələn, bu savaşda 270 şəhidi var. Yaxşı, mənə bir maraqlıdır. Azərbaycan xalqının yarısı Bakıdadır. Tən xalqın yarısı Bakıdadır. 8 milyon civarında adam var uşaqdan böyüyə, onun 4 milyondan çoxu Bakı və Bakı ətrafıdır. Yaxşı, nətər olur, Cəlilabadın şəhidlərinin sayı Bakıdan çoxdur. Nətər olur, Qusarın şəhidləri Bakıdan çoxdur. Nə bilim, Füzuli, Beyləqanınki Bakıdan çox. Nətər olur, Sadəcə Bakı qonşu tanımır Bakıda. Bakıda şəhidləri gizlətmək olur, Sumqayıtda şəhidləri gizlətmək olur, Gəncədə şəhidləri gizlətmək olur. Gör, neçə rayonlar var, neçə komissarlıqlar var, qonşu tanımır. Amma Bakıda olmur da bu. Bakıda, Gəncədə, Sumqayıtda olsa da qalan yerlərdə gizlətmək olmur. Ona görə ölkənin 70%-dən çox əhalisini Bakı, Gəncə, Sumqayıtdadır. 3 yerdə. 70% əhalimiz 3 şəhərdədir. Bakı, Gəncə, Sumqayıt. Bakı 4 milyona yaxındır, nə bilim deyirlər. Gəncə yarım milyondan çoxdur. Sumqayıt da yarım milyona yaxındır. 300 min nə qədər. Nətər olur bu? Dəyərli vətənlər, Paşinyan niyə görə arvadından ayrıldı? Paşinyan tülküdür, tülkü. Paşinyan indiyə kimi niyə evlənmədi? Niyə evlənmədi indiyə kimi Paşinyan? Paşinyan çünki bilirdi, hökumət başına gələcək. Təhlükələr ola bilər. Ölümlər, itimlər, zindanlar ola bilər. Ona görə ailə qurmadı, rəsmi nikaha girmədi. İndi də Paşinyan niyə ayrıldı seçim qabağı? Niyə? Üstəlik arvadı çıxdı, nə hədiyələr almışsa hamısını devlətə verdi. Öz də xeyir qurumunda, hansısa bir xeyir qurumunda öz də nəsə hərəkətə keçib. Ay kişilər, Paşinyan bilir ki, bunun ölüm işi də var. Ailəcə öldürə bilərlər. Ailəcə həbs edə bilərlər. Paşinyan bilir ki, çox evləri yıxdı o da. Paşinyan bilir ki, çox evləri yıxdı deyəndə bizim üçün İlham Əliyev nəslimizi qırır. Amma Paşinyan dindarlarını salırsa içəri, dindarlarını salırsa evlərini yıxır deməkdir. Paşinyan Rusiya ilə əlaqələri soyuqlaşdırırsa, üstəlik də Azərbaycanla ərazi bütövlüyü Avropaya yaxınlaşdırmaq istəyir erməniləri, Qarabağı boşaltdısa, bu ermənilərin böyük bir hissəsi tərəfindən, milliyyətçi ermənilər tərəfindən düşmən deməkdir. Düşmən obrazı yaradıbdır. Paşinyan üzərində yaranıbdır. Yəni bunu sən mən başa düşürük, amma milliyyətçilər başa düşmür.
Baxın ha, Allah'ınızı çağırın ki Paşinyan hakimiyyətdə qalsın. Baxın ha, indi Paşinyan nə qədər hakimiyyətdə qalacaq? Yaxşı, mən gözləyirdim ki 2 dönəm Paşinyan prezident oldu. Mən gözləyirdim ki bir qərb meyilli bir partiya ortaya çıxacaq Paşinyandan üstün. Paşinyanla bayrağı o partiya alacaq. Estafeti. Amma mən görmədim. Qərb yönümlü bir dənə partiya qaldı. Başqa partiya qoymadılar yaratmağa. Qərb yaratmadı. Pul buraxmadı. Maraqlı deyildi. Çünki İlham Əliyev Azərbaycana daha böyük zərbə qapının ağzındadır. Erdoğan il yarımdır. İl yarımdır Erdoğan İlham'a salam vermir, kardeşim demir. Qənimət bəy də dedi bunu efirində olanda. Artık Avropa da bilir. Erdoğan da bilir. Türkiye de bilir ki İsrail arkasına alan İlham Əliyev. İsrail arkasına alan İlham Əliyev. Ya Ermenistan'da seçim değişikliği olan kimi Ermenilerle ya da İran'la savaşa sokulacak. Ya Rusya tarafından ya İsrail tarafından savaşa sokulacak. Ona göre bu sağbaşı corab aran adam değil. Sen bak müdürsen, müəllimsən, direktorsan, sen harca lap belə kətdəsən, bir ağsaqqalsan, bir söz keçən oğlansan. Sen harca dəli, onun bunun arvadına el atan, ne bileyim qol atan, söz atan adamı müdafiə eləyərsən, onun bunun namusuna sataşanı, onun bunun evinə ne bileyim tüy soxanı müdafiə öyle kar da müdafiə etsən üstüme gələcəklər. Sen bu tapşırdığın adam bezdirdi bizi. Sen bu tapşırdığın adamı öldür. Bu adama göre seni öldürəcək, bəsdir. Değerli İlham Əliyev elədir. Şöşü bəla deyil, şöşü bəla. Artık İlluminatilere kadar başına bəla olub İlham Əliyev. İndi ondan danışacağım, İlluminatilerden. Onların adamı Lorfing'den danışacağım bu dəqiqə. Lorfing Türkiye'ye geldi. Bəli, geldi Türkiye'ye. Lorfing kimdir? Çok tehlikeli adam. Çok karanlık adam. Erdoğan'la görüştü. Niye görüştü? Ne dedi? Neler oldu? Az sonra. İndi isə Ermənistan söhbətini bitirək. Bakı söhbətini, suyun altda qalmasını, Bakını xainlər ucuna qoydu, ölkəni batırdılar. Bundan keçdi Ermənistana, Ermənistanı bitirək, indi keçək Lorfing'e. Değerli efendilerim, değerli soydaşlarım, canlarım, ciğerlerim. Arada bir şey de diyeyim ha. Arada bir de görürsünüz deyirəm. Arada bir de görürsünüz deyirəm ki, ay millet, biraz medyamı artırmak lazımdı, kanalımı paylaşan oğlanlar lazımdı. Kanal açıp Qabilin videolarını paylaşası oğlanlar istəyirəm. Komandama əlavə eləyim. Heç kimi tanımır, ancaq ham məni tanıyır. Heç kimi tanımır. Ona ihtiyacım var deyirəm. Bir nəfər qoşulmadı. Düzdür, komandam var, amma təzə adamlar istəyirəm, təzə. Bir nəfər qoşulmadı, hamı da azadlıq istəyir. Könlü balıq istəyən quyruğunu suya qoyar. Azad olacaq, hamı birdən-birə Bentley'də gəzməyəcək. Amma bugün mənə dəstək verən Bentley'də gəzəcək. Galinvagen'i heç bəyənməyəcək. Maserati'də gəzəcək. Nə bilim, nədə gəzəcək. En güzel evlerde oturacaq. İstəmirsən hə? Hani deyirsən Ümid İlham gedə. İlham gedə mən dəstək verdə. Sonra deyirəm qardaş, neçə gündür deyirəm, en azı 3-4 gündən bir deyirəm ki, 2 şeye ihtiyacımız var. Bir, mənim tanıdığım adam maddi dəstək verə bilər, tanımadığım adam yox. Qəbul eləmirəm. Yenə deyim, erməni şeyi qoyarlar, çəkimeki, adımıza ləkə gətirərlər. 2, mənə media ordusu lazımdır. Medya ordusu. Ay yarım 2 ay ərzində odur. Bak burada oldu. Adminin burada bak. Ay yarım 2 ay ərzində 420 manat pul yığılıb. 420 manat. Ay yarım 2 ay ərzində 420 manat. Ay yarım ərzində. Bir aydan çoxdur da, onu bilirəm ki. Bir aydan çox 420 manat. 6 dəfə səslənmişəm, cəmi bir adam 100 manat göndərdi. Yəni bilin ki, elə bilməsinlər, Qabil çağırış elədi də o. Qabilin problemi həll olundu, Qabilə maddi dəstək verənlər, en sayda, nə bilim, nə sayda. Yəni biləsiniz ki,
O aksaqqal var idi, cəbhəçi. Cəbhəçi aksaqqal var idi, ha, cəbhəçi. Cəbhəçi aksaqqal dedi, ha, burada danışmaq üçün də yemək lazımdır. Vallahi desəm inanmazsınız. Zaten ehtiyacım yok da kimse ona göre şey eləməsin. O da birinci gün sosial pulu çökecek. Daha doğrusu kartımıza oturacak sosyalın pulu. 20'sine kadar problem o kadar olmamalıdır. Ama dün hemen efiri tez bitirdim çünkü acıydım. Gücüm yok idi danışmağa. Bu derecede biz mübarizə aparırıq, yalan deyirəmsə köpək oğluyam. Bir nəfər 100 manat göndərmişdi, 100 ev.